Başlayaq, neçə dəqiqə danışayım. Çox danışacağım, cəmaatın beyni yordular. Əsas yerə birinci video olsun da, birinci dalı da gələr. 2x-da dinləsinlər. Məncə məlumatları tam dinləsinlər. Yaxşı. Maarifləndirici video. Oldu, görək. Salamlayıram hər kəsi. Nəticədə neçə il sonra qərar verdim ki, bəzi məsələlər haqqında özüm də YouTube kanalımızdan açıqlama verim. Çünki son illərdə, son günlərdə xüsusilə diqqətimi çəkən bəzi yanlış məlumatlar, hətta elə bir səviyyəyə gəlib çatıb ki, hətta bu müalicələr təbliğ olunmağa başlayır bəzi videolardan, həmkarlarımız tərəfindən. Valideynlər də əlbəttə ortada qalıb düzgün məlumatı hardan əldə edə bilərlər? Üzlərini sosial mediaya çevirirlər, videolara çevirirlər və burada da uyğun olmayan ixtisaslardan uyğun olmayan məlumatlar əldə etməyə başlayırlar. Bunların ən azından öz cəmiyyətimiz üçün təhlükəsini göstərib və ya düzgün maarifləndirmək üçün bəzi açıqlamalara ehtiyac olduğunu hiss elədim. Ona görə ilk dəfə elə piylənmə məsələsindən başlamaq istədim. Çünki çox ciddi vüsət almış bir məsələdir. Dünyada əlbəttə piylənmənin sayı günü-gündən artır, günü-gündən cavanlaşır. Uşaq yaş qrupunda piylənmə xüsusilə çox rast gəlinir. Bizdə də hələ rəsmi statistika olmamasına baxmayaraq, biz özümüz bəzi araşdırmalar aparırıq öz mərkəzimizdə, amma bizim apardığımız qrupda da vəziyyətin çox yaxşı olduğunu deyə bilmərik. Hətta mən deyərdim ki, xarici statistikalara görə heç də geri qalmırıq, hətta irəli qaçırıq. Bəs problem nədən qaynaqlanır? Niyə bizim bu uşaqlar kökəlir? Əslində valideynlər biraz ondan yorulublar. Poliklinikamıza gələn hər valideyn deyir, əslində bilirik də, çox yemək, az hərəkət. Siz də eyni şeymi deyəcəksiniz? Yəni Amerikaya da getdiniz, eyni şeyi eşidəcəksiniz. Amma bu biraz səhv başa düşülür artıq. Çünki əvvəl necə idi? Əvvəl əlbəttə insanların beynində də, bəzi həkimlərin də əslində təsəvvüründə vəziyyət belədir ki, çox yedi, bu getdi piydə depolandı, sən ac qal və ya az ye, hərəkət artır, bu piydən geri çıxsın. Vəziyyət tam elə deyil. Əslində haqlıdır ki, bəzi valideynlər deyirlər ki, o biri uşaq və ya filan kəsin uşağı çox yeyir, kökəlmir, mənim uşağım biraz yeyir, o dəqiqə kökəlir və ya su da içsəm kökəlirəm, elə özlərindən danışanda. Əslində haqlıdırlar, belə bir genetik vəziyyət var. Çünki kökəlmə tək çox yeyib, az hərəkət eləməklə əlaqədar olan vəziyyət deyil, burada genetik faktorlar da var. Nədir bu genetik faktor? Nə deməkdir bu gen? Bəzi insanların genləri biraz depolamağa meyillidir. Bu genlər var və tarix boyunca bu genləri daşıyan insanlar həyatda qalıblar. Nə deməkdir bu? Aclıqlardan keçən, müharibələrdən keçən insanlar, o insanlar ki, depolamağa tutumlu genlər deyirlər, depolamağa meyilli bədənləri var. Onlar əlbəttə bu dövrləri keçib yaşayıblar. Yaşadıqları üçün nəsil artıra biliblər. Nəsil artırdığı üçün də bu dəqiqə cəmiyyətdə həmin o tutumlu genlər tarix boyu ötürülərək indiki cəmiyyətə gəlib çatıb. Və bu insanlar bu dəqiqə biraz enerji bolluğuna düşəndə əlbəttə özünü göstərərək kökəlməyə meyil əmələ gətirirlər. Enerji bolluğu deyəndə burada kasıblıqdan, dövlətlikdən söhbət getmir. Ən kasıb adam da enerjiyə çata bilir. Yəni mən buna həmişə belə misal gətirirəm ki, dövlətli adam əgər quzu kababından kökəlirsə, kasıb adam makarondan kökəlir. Yəni bunların hamısının içində enerji kifayət qədər var. Bir də bu hazır qidalar, fast foodlar, junk foodlar dediyimiz paket qidalara çatmaq da çətin deyil və ucuzdurlar. Yəni bir ata övladını sevindirmək üçün 1 manatlıq bir şey marketdən ala bilir ki, bunun içində yüksək kalori var, zərərli qidalardır, uşaq sevinir. Yəni bu paket qidalara da çatmaq çətin deyil, enerjiyə çatmaq çətin deyil. Və bu enerjinin bu dəqiqə çox ciddi kontrolsuz istifadəsi var. Belə bir genetik hovuzla, belə bir vəziyyətdə üstünə gələndə enerji məsələsi, digər tərəfdən də hərəkətsiz həyat tərzi məcbur istiqamət kökəlmədir, piylənmədir. Yaxşı, biz bunları bilirik. Bəs bunların qabağına necə keçə bilərik? Yenə də bu piylənmə haqqındakı klassik təsəvvür çox yedi, az hərəkət edildi, kökəldi məsələsindən də biraz kənara çıxmaq lazımdır. Çünki sadəcə çox yedi ilə deyil, bəlli bir nöqtəyə çatandan sonra aclıq, toxluq məsələləri işin içinə girməyə başlayır. Yəni bizim piy toxumamız sadəcə piyin depolandığı yer deyil. Eyni zamanda çoxlu
hormona bənzər maddələr, çoxlu bioloji aktiv maddələr buraxan böyük bir orqan kimi təsəvvür etmək lazımdır. Yəni bizim məsələn tox olduğumuzu bizə hiss elətdirən maddələr piy toxumasından buraxıla bilir və ya ac olduğumuzu. Bunlar beyində bəlli toxluq, doyma, aclıq mərkəzləri var ki, bu mərkəzlərə təsir göstərib bizim özümüzün ac və ya tox olduğumuzu bizə göstərir. Amma piyləmə vaxtı bütün bu mexanizm dəyir bir-birinə. Yəni tək bir dənə çox getdi orada depolandı məsələsi deyil. Ona görə ailələr adətən o nöqtədə həkimə gəlirlər ki, bu doymur. Bunun altında bir xəstəlik mi var görəsən? Adətən hormonal bir xəstəlik olduğundan şübhələnirlər. Bu uşaq doymur, sürəkli yemək istəyir. O artıq uşağın günahı deyil. Yəni ac hiss eləməsində biz uşağı günahlandıra bilmərik. Ümumiyyətlə günahlandırmaq düzgün deyil. Yəni biz əlbəttə nə üçün eyni zamanda bu videoları çəkməyə qərar verdim? Çünki otağa gələn, yəni poliklinikaya müayinəyə gələn valideynlərin hər biri ilə yarım saat, 1 saat oturub danışmaq mümkün olmur. Bu real deyil və bir də biz ən çox da qabağımıza çıxan problemlərdən biri valideyn baryerini keçmək biraz çətin olur. Yəni deyirəm ki, uşaq şorba içir, yox, şorba içməz. Şokolad vermir, nə ilə doktor gedir özü alır. Yəni bu kimi bariyerlər ki olur, biz bunu keçə bilmirik, aşa bilmirik. Belə olanda artıq biz məcbur, yəni şuuraltı olaraq da məcbur oluq bir günahkar axtaraq. Sən eləyirsən, o eləyir, nənə eləyir, uşaq eləyir məsələsini gətiririk. Burada bu məsələni həll etmək üçün günahkar məsələsini bir kənara qoymaq lazımdır. Çünki real bir problem formalaşıb, bu problemi ortadan necə götürə bilərik? Bir müayinə eləməliyik uşağı. Yəni burada da yenə valideynlərin əlindən gələnlərdə həkimə aparım, həkim bir müayinə eləsin, bir analizlərinə baxsın. Bundan əvvəl olacaq bir məsələ var ki, mən bu videoda ona bir vurğu eləyəcəyəm. Yəni videolarımızın əlbəttə ardı gələcək. Birinci mərhələdə ümumi bir meydanı görmək istəyirik. Birinci bir uşağı evdə hər valideynin müayinə eləməsini, daha doğrusu vəziyyəti müayinə eləməsini istəyəcəyim. Çünki diaqnozumuz olmasa müalicəyə getmək mənasızdır. Diaqnozu valideynlər özləri qoysun istəyirəm. Vəziyyəti bir analiz edək, vəziyyəti bir müayinə edək, görək nədir? Çünki adətən bir səbəb axtarırlar. Hə, bu uşaq bundan kökəldi. Bir səbəb yoxdur, çox səbəb var. Sadəcə hansısa uşaqda bir dominantlıq təşkil edə bilər. Məsələn, bir uşaqda ola bilər ki, onun dominantlığı ərköyünlük olsun. Yəni ən çox təsir göstərən faktor budur. Bir uşaqda ola bilər ki, hər gün dərsdən çıxıb evə gələndə bir AIST alır, isə gəlir. Bu onun üçün ən böyük faktorlardan biridir. Amma digər faktorlar da var. Bu uşaq ekran qabağında çox vaxt keçirdə bilər. Bu uşaq həddindən artıq evdə kalorili qidalar yeyə bilər. Bu uşaq fast foodları çox yeyə bilər. Bu uşaq çox hərəkətsizdir, ola bilər. Bu uşaq ekran qarşısında çox vaxt keçirdir. Bunlar ola bilər. Yəni bunları saysam hər kəs görür ki, öz uşağında və ya özündə, yəni artıq çəki varsa, bu problemlərin bir neçəsini daşıyır. Baxır kimdə hansı daha ön plandadsa, onu aydınlaşdırıb oradan bir yola çıxmaq lazımdır. Saydığım bu məsələlərlə əlaqədar biz əlbəttə tək-tək hər bir haqqında ayrıca danışacağıq gələcək. Məsələn, ekran vaxtı haqqında çox, yəni ekran qarşısında, ekran məruziyəti haqqında tam ayrı bir videoda danışmalıyıq. Bu fast foodların adını çəkdim. Bunlardan tam ayrı bir videoda danışmalıyıq. Yəni bizim uşağa verdiyimiz bu fast foodda əslində bu uşaqlara nə verdik? Onlar haqqında tam ayrı bir məlumatlandırma, paket qidalarına tam ayrı danışacağıq. Vəziyyətə gələndə birinci mühitdən baxmaq lazımdır. Məsələn, biz nə görürük? Gələn ailələrdə görürük ki, valideynlərin də artıq çəkisi kifayət qədərdir. Məsələn, araşdırmalar bunu göstərir ki, ailədə əgər valideynlərdən biri artıq çəkilirsə, bu uşaqlar bir 40-50% hallarda kök olurlar və ya valideynlərin hər ikisində artıq çək varsa, uşaqlar 85%-ə qədər kök ola bilər. Bu həm eyni geni daşıdığı üçündür, həm də bu valideynlər kök olduğuna görə sadəcə genləri yoxdur. Eyni zamanda qaydalara da əməl eləməyiblər deyə bu bədəndə bu artıq çəki əmələ gəlib. Və uşaq da eyni mühitdə böyüdüyü üçün o da oradan öz təsirini alır. Amma bunu ailə ilə məhdudlaşdırmayıq. Birinci elə milli kulinariyamıza baxmaq kifayət edir. Bizim milli kulinariyamız çox dadlı yeməklərimiz var. Bunlar eyni zamanda da kalorili yeməklərdir. Bu yeməklər eyni zamanda çörək yedirən yeməklərdir. Bu yeməklər eyni zamanda, məsələn, çörək yoxdursa, bunun plovu kifayət qədər, məsələn, kalori daşıyır və onun yanında verdiyimiz yeməklər də çox yağlı, çox dadlı və kalorili yeməklərdir. Elə buradan baxanda bu misalı bir çox yerdə çəkmişəm mən. Bizim milli salatımız deyəndə, salat verin deyəndə deyirlər nə salat verək? Çünki hər kəsin bildiyi bir dənə salat var, çoban salatı. Başqa bir salat növümüz bizim çox yoxdur.
salat növlərimiz çox inkişaf eləmədiyi üçün, yəni bu elə ona ehtiyacın az olduğunu göstərir və ya pomidoru 4-ə bölüb süfrəyə qoymaq bu salat demək deyil. Xiyarı uzun-uzun doğrayıb qoymaq bu salat demək deyil. Şorba çeşidlərimiz çox azdır. Soruşanda nə qədər? Yəni 4 dənə, 5 dənə şorbadan artıq şorbamız yoxdur. Bir də bəzən danışanda bəzi məclisdə biraz yaşlı nəslin acığına gəlir, bu növlər saymaya başlayır. Məsələn, balqabaq şorbası var. Sup da, sup deyirik. Balqabaq supu var. Mən heç yeməmişəm, görməmişəm də. Yəni bunların kitabda olmasının bir əhəmiyyəti yoxdur. Praktik biz bunları eləmirik. Yəni əvvəla bir mühitimiz, kulinariyamız çox uyğun deyil bizim arıqlamaq üçün və ya fit qalmaq üçün. Oralardan bir, yəni uşaqlar buradan təsirlənir. Bir də haçandan başlayır kökəlmə. Nə vaxt başladı uşaq kökəlməyə? Niyə kökəldi? Mən təxminən 10 ilə yaxında Azərbaycandayam. Adətən eşitdiyim hekayə belə olur. Yəni gələn hər valideyndən soruşuram nə vaxtdan başladı kökəlməyə. Adətən belə bir şey deyirlər ki, bu uşaq 5 yaşına qədər arıq idi, 5 yaşından sonra başladı kökəlməyə. Yəni bu hər kəsin ağzından və ya əksər 80-90%-in dilindən bu şey çıxırsa, burada bir məsələ var. Nə ola bilər məsələ? Böyük ehtimal arıq deyirik. O uşaq arıq olmayıb, normal olub. Bizim norma məfhumumuz yoxdur. Biz normal uşağa arıq deyirik. Qabırğaların görə bildiyimiz uşaq artıq ağır xəstə kimi qiymətləndiririk, yedirməyə çalışırıq. Uşaq bədəni hər halda buna 4-5 il dözə bilir. Bir nöqtədən sonra artıq çəki yığmağa başlayır. Yəni biz artıq o genləri ki aktivləşdirdik. Ondan sonra kökəlməyə başlayır uşaq. Və indi son illərdə biraz Covid-dən sonra, pandemiyadan sonra başladı. Burada da hərəkətsizlik faktoru var işin içində. Və bir də bəzi xəstəliklərdən sonra başladı deyim. Məsələn, boğazın kəsildiyi, artıq əti var idi, onu kəsdirdik, ondan sonra başladı kökəlməyə. Orada da səbəb nə olur? Uşağın tez-tez xəstələnmələri o aldığı kalori qarşısında imkan vermir uşaq kökəlsin. Amma rejimimiz ki, qidalanma rejimimiz ki düzgün deyil, uşaqlar artıq o xəstəliklərin sayı onlarda azalandan sonra həmin qidalanma rejimi ilə kökəlməyə başlayırlar. Yəni rejimimizdə səhv var. Süfrə mədəniyyətimizdə səhvlər var. Məsələn, biz süfrədə dəst açmağı xoşlayırıq. Yəni ata ilə uşağın qabağına eyni qabda yemək gəlir. Yəni ataya bu boyda kasada bozbaş veriksə, uşaqda da o boyda kasada bozbaş veririk. Yəni o yeməyin bitirməyini istəyirik. Yəni uşaqlar bilməlidir ki, məsələn 6 yaşında, 5 yaşında uşaq bir böyük adamın normasından 3-4 dəfə az həcm qəbul etməlidir. Bu kimi faktorlar çoxdur. Ona görə mən deyərdim ki, birinci mərhələdə biz bir səbəblərə getməliyik ki, bu uşağı nə kökəltdi? Kökəldən faktor nədir? O baxımdan valideynlər bu uşaqların müayinə etməsini istəyirəm. Valideynlərdə də bu narahatlığı bir kənara qoymaq istəyirəm ki, bəlkə uşaqda nəsə bir xəstəlik var, ona görə kökəldir. Yəni bunu bilməliyik ki, altda bir problem 4-5% uşaqda çıxır, 4% uşaqda çıxır. Yəni 100 nəfər müraciət edirsə piyələnməklə, bunun 95-96 nəfərində adi bildiyimiz bu hərəkətsizlik və yemək qaydalarına əməl eləməmək gətirib kökəlməyə çıxardır. Digər altında bir xəstəlik olan səbəblər də 4% təşkil edir. Yəni bu dəqiqə biz ən böyük ehtimallara getməliyik də onları bir araşdırmalıyıq. Problem hardan başladı? Bunu bir araşdırmağımız yaxşı olar. Yəni əslində doğulduğu vaxtdan başlayır problem. Ana südü deyirik. Ana südünün əhəmiyyətindən çox danışılıb. Bəlkə gələcəkdə bununla əlaqədar başqa bir məsələdə, başqa bir videoda da toxunarıq. Amma piyələnməklə əlaqədar araşdırmalar göstərir ki, bunu biz öz mərkəzimizdə elədiyimiz araşdırmada da göstərdik. Bir uşaq nə qədər uzun müddət ana südü ilə qidalanıbsa, bu gələcəkdə daha az ehtimalda kökəlir. Və ya tərsinə etsəm, kökələn uşaqların keçmişinə baxsaq, görək ki, ana südü ilə daha az qidalanıblar. Nə üçün? Bu kökəlmə mexanizmləri ki var, onları nə qədər gec aktivləşdirsək, o dərəcədə bizim üçün daha yaxşı olur gələcəkdə həyatı sağlam davam eləmək. Yəni, ana südü kimi indi əhəmiyyətindən danışmayacağım, amma kompakt bədənin ehtiyacı olan qədər bir qida, tərkibində qida olan bir qida maddəsi, bu ana südünü uşaqlara verəndə vaxtı ilə kifayət qədər, onda uşaq bu lazımsız qidalarla və ya əlavə qidalarla biraz gec tanış olmuş olur. Yox, əgər biz bunu vaxtında kifayət qədər verməsək, bu uşaqlarda gələcəkdə piyələnmə problemi ön planda qabağımıza çıxa bilir. Amma bunu necə eləyə bilərik? Bu məsələdə qabağımıza ən çox çıxan problem nə olur? İndi burada sadəcə uşaqlarında artıq çəki olan valideynlər yox, bəlkə valideyn olmağa hazırlaşan analar da baxırlar və ya
uşaqlar var, hələ kiçikdir, 2-3 aylıqdır. Biz bir var indiki kök uşaqlara müdaxilə eləyək, bir də var gələcəyi qorumaq üçün indidən başlasaq, biz 5 il sonra, 10 il sonra daha sağlam bir nəsil tapmış olaraq qarşımızda, yəni daha arıq, daha bədən quruluşu düzgün, artıq çəkisi olmayan, yəni indidən başlamaq lazımdır ona. Burada ana südündə qabağımıza çıxan problem nə olur? Ana deyir ki, südüm yoxdur. Yəni südüm yoxdur, mümkün deyil elə bir şey. Yəni bir bədəndən bir uşaq dünyaya gəlibsə, 100% bu ananın o uşağı həyatda saxlayacaq və inkişaf etdirəcək qədər südü var. Sadəcə nədir burada? Anaya düzgün dəstək verilmədiyi üçün, düzgün maariflənmə aparılmadığı üçün ana südü olmaya bilər. Anaya dəstək vermək deyəndə bunu nəzərdə tutmuram ki, mən uşağa baxıram, sən get qabları yuv və ya sən get yeməyi bişir. Bu anaya dəstək deyil. Yəni mən uşağa baxıram, sən get gəz, sən get dincəl olmalıdır. Məsələn, evin içində yatmaq belə ana üçün dincəlmə olmaya bilər. Yəni ananın fikri onsuz da uşaqdadır. Yəni südü artırmaq üçün ana düzgün qidalanırmı? Ana kifayət qədər maye qəbul eləyirmi? Məsələn, xüsusi kürək masajları var ana südünün artırmasına dəstək olan. Bu kimi faktorlar var. Yəni burada mütləq anaya dəstək verib bu ana südünü artırmaq lazımdır. Bir də yenə də burada qorxumuz uşaq ac qalar, birdən uşağa nəsə olar məsələsidir. Yəni böyük uşaqlarda da belədir. Uşağa məsələn tutaq ki, bir yemək bişirmişik, bu uşaq bunu yemir. Deyir, yox, mən istəmirəm, mən başqa yemək istəyirəm. O dəqiqə tez ana nənə qaçır, tez kartof qovurur və ya bir mən nə bilim qızardır və ya bir makaron vermişik, bişirir ki, uşaq birdən ac qalar. Ac qaldı, 2 saat sonra bu uşaq tələf olacaq. Elə bir qorxu var cəmiyyətdə. Yəni varmı nümunəsi qohum əqrəbədə filan kəsin evində yemək var idi, amma uşaq günorta yeməyini yemədi, günortadan sonra getdi düşdü xəstəxanaya və ya tələf oldu. Belə bir şey yoxdur. Evdə yemək olduğu halda heç bir uşaq tələf olmaz. Sadəcə biz bu yeməyi uşağa yedirtmək lazımdır. Bu məsələ elə kiçik körpəlik dövründə də başlayır. Məsələn, uşaq bir ayda əgər ana südü alan uşaq yarım kiloya qədər 500-600 qram çəki artırırsa, bu kifayətdir onun üçün. Sadəcə ana südü alırsa. O demək deyil ki, yox, mütləq ayda 800 qram və ya ayda 1 kilo almalıydı bu uşaq. Almadı, tez buna bu ana südünü əvəz edən formulalardan biri ki, çəkisi düzəlsin. Yəni çəkisini düzəltmə yox, düzgün inkişaf və əhəmiyyətlidir. O baxımdan mütləq biz ana südündən başlamalıyıq. Ona görə kiçik körpəsi olan analar varsa indidən buna diqqət eləsinlər. Olmayanlarsa səbəbini tapsın. Yəni, bunu deməyimin səbəbi bizim uşaq niyə kökəldi sualına cavabdır. Müayinə eləyirik də hələ. Və əlavə qidalara başlamaq məsələsi. Yəni 6 ayından sonraki deyir artıq ana südün içində uşağı qidalandırıcı tərkibi yavaş-yavaş azalır deyə biz həm də əlavə qidalara başlayırıq. Yavaş-yavaş yəni uşaq supları və s. verməyə başlayırıq. Burada da məqsəd həm də nədir? Bir çox məqsədi var bunun. Biri də budur ki, uşağın ağız dadı tam formalaşana qədər biz ona xeyirli qidaları öyrəşdirə bilək. Yəni kartofuna, kökünə, göyərtisinə, nə bilim brokolisinə və s. kimi sonradan yedirilməsi çətin olacaq qidaları o yaşdan öyrətməyə başlasaq, gələcəkdə işimiz daha rahat olar. Amma mən görürəm ki, ailələr sanki uşağa piçeni verməyə tələsirlər. Ailələr uşağa şokolad verməyə tələsirlər. 1 yaşında uşaq gəlir, deyir ki, şokolad dadı vermişik, dadızdırmışıq. Niyə? Yəni bu uşaq hansı dildə sizə dedi ki, mən o şokoladdan istəyirəm, gətir ona verir. Siz də ona başa düşdünüz, gətirdiniz bu uşağa verdiniz. Hansı dildə ki, mən falan piçenindən istəyirəm, taxta piçeni yaxşı olur. Gətir ver, siz də gətirib verdiniz. Yəni bu elə bir qidadır ki, bunlar tortdur, dondurmadır, piçenidir, mən nə bilim şokoladdır. Bunları hansı yaşda verdiniz? Uşaq bunu qəbul edəcək. Əgər uşağın sırf nəyisə dadmasını, xoş bir dad almağını istəyirsinizsə, bunu verməyə tələsməmək lazımdır. Ona görə həmin o əlavə qidaları vaxtında başlayıb uşağa düzgün tərkibdə yumurtasını, ətini, balığını, gəlirlər valideynlər bu uşaq balıq yemir, dilinə vurmaz. Niyə biz bunu 9 ayında, 10 ayında balıq yedirtməyə öyrətmədik ki? Yumurta yeməz bu uşaq. Niyə 6-7 ayında və s. bunu yumurta yeməyə əvvəl sarısını, sonra ağını yedirtməyə öyrətmədik ki, indi gəlmişik bu uşaq dilinə yumurta vurmur, doktor deyin qoy yesin. Yəni mənim deməyimdən olmayacaq. Bu nəyə oxşuyur? Telefonu alıb verir uşağın əlinə, sonra deyir ki, doktor deyən telefondan oynamasın. Yəni sən bunu almısansa bu uşaq məcbur bundan oynayacaq vaxt keçirdəcək. Yəni vaxtında bu problemləri düzgün görüb düzgün idarə etmək lazımdır ki, qabağımıza gələcəkdə bu problem çıxmasın. Bir də gec yaşda bu problem olur. Niyə uşaqlar bu makaron? Yəni səbəblər çoxdur. Sadəcə ümumi giriş üçün bir ağlıma gələn məsələləri deyirəm ki, yəni uşağımıza bir diaqnoz qoya bilək də. Yəni bu uşaqda niyə bu vəziyyət oldu? Niyə makaronu çox sevirlər? Niyə vermişili çox sevir? Niyə kartofu çox sevir?
Yəni uşaqlar tərkibin gördüyü yeməyi daha çox sevir. Yəni bir kartof qızardıb qabağına qoymuşuqsa, uşaq onun tərkibinin kartof olduğunu görür və bunu rahat qəbul edə bilər. Makaronun tərkibinin makaron olduğunu görür, daha rahat qəbul edir. Amma biz bunun qabağına bir horra, bir sup qoyuruqsa, bir şorba qoyuruqsa, onun tərkibində mənim kartofu var, mərcisi var, göyərtisi var, soğanı var. Buna uşaq çox girişmək istəmir. Buna çox meyilli olmur. Kiçik yaşlardan biz buna öyrətməmişiksə. Bir də öyrətmək də belə bir şeydir. Məsələn, məndən soruşdu dünyada ən eybəcər qida dadı hansıdır? Mən deyirəm soğandan sarımsaq. Çox eybəcər, çox acı bir dadları var, amma biz bunları sevirik. Niyə? Çünki bunların xeyirli olduğuna valideynlərimiz məncə həqiqətən inanıblar və həqiqətən bunu bizə yedirtməyə çalışıblar. Ona görə biz bunu öyrəşmişik və sevirik də. Məsələn, bəzi adamlar var ki, şorbanın içində soğan dağı sevmirlər də, soğan parçası görəndə ürəkləri bulanır, qusurlar. Valideynlərimiz buna necə həll yolu tapır? Soğanı bütöv atır yeməyin içinə, orada qaynadır, sonra bütövdə çıxardır ki, parçası qalmasın. Yəni bir şəkildə bu soğanın dadını uşağa dadızdırmağa, verməyə çalışırlar. Bu cür biz bunu göyərtidə də yoxlasaydıq, pomidor, xiyarda da yoxlasaq da, brokoli, kələmdə də yoxlasaydıq, indi qabağımıza bu problemlər çıxmazdı. Yəni digər tərəfdən, yəni uşağımıza, bizim uşağımızda niyə piylənmə var? Bunun diaqnozunu qoymaq üçün bu məsələdə bir faktordur əslində. Şirniyyat məsələsi deyirik ki, hər kəs bilir də, bəli, şirniyyatda böyük kalori var və s. və ilaxır. Yəni bu uşaq niyə şirniyyat yeyir? Bunun yəni mənə görə 3 dənə yolu var. Ya biz alıb veririk uşağa, uşaq yeyir. Yəni evə almışıq kola, bunu nə üçün almışıq kola? İçmək üçün almışıq da. Məsələn, servanta qoymaq üçün almamışıq ki. Almışıqsa bu uşaq bunu istəyəcək. Alandan sonra bunu uşağa verməmək, haqsız, yəni biraz daha böyük uşaqdan söhbət gedir, əlbəttə körbədən söhbət getmir. Yəni alandan sonra sən bunu yemə demək düzgün deyil. Masanın üstündə məsələn şokolad qoymuşuq. Biz bunu qonaq üçün almışıq. Qonaq üçün almışıq, masanın ortasında qalıb. Dadlı bir şeydir. Uşaq bunu yeyəcək axı. Bəs qonaq gələndə nə edək? Qonaq gələndə nə edək? Hər evin altında market var. Qonaq gəlməzdən əvvəl düşüb 200 qram bir şokolad ala bilərik. Biraz da hərəkət eləmiş olarıq. O da bizə kömək olar. Yəni evin içində ya biz alıb bunu uşağa veririk, uşaq bunu yeyir, ya uşağa pul veririk. Uşaq məktəbdən gələndə girdi marketə. Özü üçün nə alacaq? Qreçka alacaq, pomidor alacaq, xiyar alacaq. Ya da ala biləcəyi şeylər nədir? Şirin sulardır, şəkərli paket qidalardır. Bunları alacaq əlbəttə. Yəni biz uşağa pul veririk, uşaq da ala biləcəyi seçim orada bəllidir. Və ya bəzi valideynlər deyirlər ki, biz vermirik, gedir məktəbdə dostlarını alır. İndi bunun qabağını artıq mən həkim olaraq ala bilmərəm. Bunu artıq uşağa başa salmaq lazımdır və ya bunun miqdarı da az olur da. Uşaq gedib orada dostundan 1 litr kola alıb içə bilmir əlbəttə və ya yarım litr kola içə bilmir. Bunun miqdarı az olur nisbətən, amma bunu həll eləməyin yolu da yenə valideynlərin uşaqların apardığı təbliğatla əlaqədar bir məsələdir. Yəni bunu yenə də dönüb dolaşır mühitə gəlib çatır. Yəni ya biz alıb veririk, ya uşağın alması üçün şərait yaradırıq bu şirniyyat məsələlərində. Məktəb qidalanması problemidir. Görək uşağımızın məktəb qidalanması necədir? Bunu bir müayinə edin. Biz uşağa məktəbə bir yemək mi qoyuruq və ya bir pul mu veririk nəsə almağa? Pul versək nə alacağı bəllidir, danışdıq onu. İndi son illərdə bunu çox eşidirik. Müəllimələr deyir ki, iyili yeməklər gətirməyin və s. kimi. Onda da biz məcbur olub paket qida veririk. Əvvəla bu bir şey deyil, nədir adı, bizim üçün bir əngəl olmamalıdır. Yəni də belə deyim, əgər bir kotlet çörək qoyursa, əlbəttə bunun bəlli bir iyi ola bilər. İyi həll eləmək rahatdır, pəncərəni açarsınız, qoxu gedər. Amma gözəl sandviçlər hazırlamaq olar, pomidorlu, xiyarlı, kahlı, pendirli sandviçlər hazırlamaq olar. Məktəbə qoyacağımız ara qida meyvə ola bilər, çərəzlər ola bilər və s. kimi. Amma bəzi məktəblər var ki, bu məsələ özəl məktəblərdə xüsusilə günorta yeməyi verilir. Bu artıq valideynlərin də bəlkə elə biləcəyi bir şeydir, amma biraz dövlət səviyyəsində buna müdaxilə olmalıdır. Bunun üzərində də biz işləyirik. Məktəbdə verilən qidalar biraz kalorili, fast food tərli qidalar olur. Belə eşidirik, özüm görməmişəm. Valideynlərin dediyindən yola çıxıram ki, məsələn makaron vermişik, hər gün günorta yeməyində var və burada bilmirəm görsən porsiyanı açıq bufet kimi uşağın özünə mi tapşırırlar, istədiyin qədər götürürlər, yoxsa onlara bir porsiya mı verilir? Onlara bir nəzarət oluna bilər. Onu biz düzəldə bilmirik hələ ki, amma ən azından yenə də valideynin tapşırığı ilə verən müəllimlərə, tapşırıqlara bu məsələyə bir çərçivə gətirə bilərik. Bu hələ ki müdaxilə edə bilməyəcəyimiz məsələdir və bu məsələ də var ki, valideynlər bəzən bir dərman dəstəyi gözləyirlər. Belə bir dərman yoxdur ki, o dərmanı mən uşağa verim. Uşaq desin ki, mən bundan sonra şokolad yeməyəcəyəm, fast food yeməyəcəyəm, mənə toyuq suda bişirin, onu yeyəcəyəm. Belə bir dərmanımız yoxdur. Bu yenə yanaşma ilə düzələ bilən bir şeydir. Və digər məsələ də hərəkət məsələsində baxmalıyıq ki, bu uşaq bizdə nə qədər hərəkət eləyir.
Yəni yenə də valideynlərin haqlı olduğu tərəflər olur. Məsələn, deyirlər səhər durur, məsələn 4 kilometr uzaqdır məktəb. Məcbur maşınla götürürəm, maşınla gətirirəm, oradan hazırlığa gedir filan yerə, oradan da belə gəlir axşam evə, yeməyin yer oturur, dərsini oxuyur. Mən hərəkəti hara qoyum? Hərəkəti hardan tapa bilərik? Hərəkəti tapmaq üçün belə bir məsləhət görürəm ki, telefonlarımızda götürüb bir ekran vaxtına baxaq. Görək biz ekran qarşısında nə qədər vaxt keçirdirik. 2 saatdan az olmaz heç kimdə. Xüsusilə sosial mediada keçirdiyimiz vaxt. Yəni mən hətta bir uşaqda valideyn dedi ki, bu çox vaxt keçirmir. Onun telefonunda baxdım 12 saat telefon məruziyəti gördük. 12 saat. Bunun 7-8 saatı da yatmağa gedirsə 4 saat qalır. Uşaq bütün dərsini, yeməyini, başqa valideynlə ətrafla münasibətini 4 saata sıxışdırmış olur. Yəni 12 saat sadəcə telefon qarşısında qalmış bir uşaq nə qədər hərəkət edə bilər? Elə valideynlər öz telefonlarına da baxsınlar. Vaxt tapmırıq, yorğunluq olur və s. deyilən valideynlərin mütləq telefonlarında bir 4-5 saatlıq ekran vaxtı var. Biz bu 4-5 saat, 6 saatdan 20 dəqiqə hərəkətə vaxt ayıra bilərik uşaqlarımızdan. Necə eləyə bilərik? Ailəvi bir yerə gəzməyə gedə bilərik. Düşüb gündəlik bir 20 dəqiqə gəzintimiz olsun. Əgər evin içində idman eləmək alınmırsa, o da mümkündür əslində. Yəni telefonlarımızda bütün proqramlar var. Bir 20 dəqiqəlik idman proqramı seçib bütün ailə ilə birlikdə. Uşaq belə motivasiya olur. Doktor deyir, gel idman eləmir. Sən özün eləyirsənmi? Yəni biz özümüz eləyirikmi? Yəni onsuz da idman eləsəydi belə olmazdı. Yəni onsuz da hərəkətsizliyə meylli uşaqlarda, insanlarda belə kökəlmə rahat gedir. Ona görə uşaqla, ailə ilə bir vaxt keçirdək. Bir 20 dəqiqəlik telefonumuzdan kəsib uşağın hərəkətinin üstünə qoysaq və ekranımızdan kəsib və uşağın öz ekran mühitindən kəsib, ekran vaxtından kəsib onun hərəkətinin üstünə qoysaq, burada bir çox məsələni həll edə bilərik. Bu dediklərim hələ ki günahlandırmaq üçün deyildi, günahkar axtarmırıq. Sadəcə vəziyyətin bir diaqnozunu qoyaq, görək bu hardan qaynaqlanır. Yəni uşaq bu yeməyi yemir. Uşaq bu yeməyi yemir. Erkəynliyinə görə ola bilər və düzgün qidalanmanı öyrədə bilmədiyimizə görə ola bilər. Yəni erkəynliyə yanaşma fərqli olacaq və ya uşağın yemək seçimi azdırsa, onu yanaşmaq, düzəltmək biraz ayrı olacaq. Bu məsələləri inşallah gələcəkdə yavaş-yavaş işləməyi düşünürük. Bugünlük hələlik bu qədər deyirəm. Hələ öz evində mən deyərdim ki, öz uşağın və ya öz mühitini bu nöqteyi nəzərdən bir gözdən keçirsin. Hələ öz uşağına bir diaqnoz qoysun ki, görəsən bizim uşaq nəyə görə kökəlir və ya nələrə görə kökəlir və ya bizim uşağımızda ən ön planda bu dediklərimdən hansı var? Onu bir müəyyənləşdirək, ondan sonra müalicə haqqında danışacağıq.